Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Biologiya 8-ci sinif 1-ci hissə dərsliyindən bitki orqanizmində maddələrin daşınması mövzusu ilə davam edirik. Artıq açar-sözlərdən bəlli olur ki, mövzu nədən bəhs edir. Burada belə bir maraqlı məlumat verildi. Botanika bağlarında və parklarda hündürlüyü 50-85 metr, gövdəsinin diametri 6-8 metr olan nəhəng sequoia ağacından rast gəlmək mümkündür. Bunu nə görə yazıb bura? Yəni maddələrin hündür gövdəli ağaclarda belə daşınması mümkün, real olduğuna görə qısa bir məlumat şəklində bunu yazıb verib sizə. Davam edirik. Çiçəksiz bitkilərdə olan yosunların və mamılların ötürücü toxuması və kökləri yoxdur. Bu bitkilərin bəzi nümayəndələrində kök funksiyalarını yerinə yetirən rizoid adlanan strukturlar olur. Meşələrin rütubətli hissələrində və bataqlıq ərazilərində yerləşən mamırlarda su və minerallar rizoidlərin köməyi ilə torpaqdan qəbul edilir və diffuziya yolu ilə daşınır. Bəli, bilirik ki, yosunlarda, mamırlarda kök yoxdur. Kök əvəzindən ya rizoidlər var və ya da birbaşa bütün bədən səthi ilə su və suda həll olunmuş mineral maddələri qəbul edir. Bu da diffuziya yolu ilə daşınır. Yəni bitki orqanizmində diffuziya yolu ilə suyun və suda həll olunmuş maddələrin daşınması həyata keçirilir, yəni reallaşır. Üzlər, qatırquyruqlar, planlar və çılpaq toxumlar kimi çiçəksiz bitkilər isə su və mineral maddələrin daşınması çiçəkli bitkilərdə olduğu kimidir. Yəni nə deməkdir? Bu çiçəkli bitkilərdə artıq ixtisaslaşmış toxuma qrupları vardır ki, ötürücü toxuma qrupu. Bu toxuma qrupları, yəni ötürücü toxuma qrupları artıq maddələrin daşınmasını həyata keçirir. Məsəl üçün, flema borları, flema lifləri və yaxud da ki, oduncaq borları, xilema lifləri və s. Bu borlar vasitəsilə daşınma həyata keçirilir. Yəni, suda həll olunmuş maddələr, mineral maddələr, suyun özü və yaxud da ki, fotosintez zamanı əmələ gələn üzvü maddələr bu saydığımız borlar vasitəsilə hərəkət edir. Məsələn, fotosintez zamanı əmələ gəlmiş üzvü maddələr flema borları vasitəsilə, amma kökdən sorulmuş, yəni torpaqdan sorulmuş, köklər vasitəsilə sorulmuş su və mineral maddələr oduncaq borlarla, xilema borları ilə gövdənin digər qatlarına, gövdənin digər hissələrinə ötürülür və yaxud da ki, yarpaqlara, gövdəyə, çiçəyə çatdırılır. Çiçəkli bitkilərdə su və suda həll olan maddələr, həmçinin yarpaqlarda fotosintez nəticəsində istehsal edilen üzvü maddələr digər orqanlara ötürücü toxuma tərəfindən daşınır. Bəli, indi izah etdim bu cümləni. Burada fəaliyyət hissəsi verilibdir. Fəaliyyət hissəsində ki, rəngli sular verilibdir. Rəngli sular bitkinin hansı hissəsini boyadığını izah etmək istəyir burada. Təbii ki, su və suda həll olunmuş maddələr oluncaq borlarla hərəkət etdiyinə görə, xilema borlarla hərəkət etdiyinə görə həmin rənglənmiş hissə xilema borları, yəni oduncaq borlarını rəngləyəcəkdir, rəngli su. Bitkilərə suyu və suda həll olunmuş maddələrin daşınması torpaqda müxtəlif tutma qabiliyyəti olur. Bilirik ki, torpaqlar müxtəlif cür olur. Tutalım ki, torpaq ola bilər ki, suyun miqdarı yaxşı olar, bol olar və yaxud ki, mineral maddələrin, çörüklərin miqdarı bol olar və ya əksinə olar. Torpağın bu xüsusiyyətindən asılı olaraq hər bir bitkinin ehtiyac duyduğu suyu və suda həll olunmuş mineral maddələri almaq üçün torpaqda geniş bir sahəyə yayılan kökləri vardır. Bəli. Misal, tutalım ki, bəzi bitkilər ki var, misal üçün şam ağacı. Şam ağacı bilirik ki, kök sistemi dərinə gedir. Buna daha çox su ehtiyac olduğuna görə kök sistemi daha dərin, bitkinin daha dərin qatlarına gedərək daha çox oradan su mənimsəsin, həm də kök sistemin daha möhkəm olsun deyə və ya əksinə daha dərin qatlarına getmək yanlara doğru yayılır. Burada bitkiyə lazım olan suyu və suda həll olunmuş maddələrin ehtiyacını qəbul etməsinə görədir. Su və mineralların udulması kök üzərindəki kök tükçükləri, yəni əmici tellər tərəfindən həyata keçirilir. Kök tükçükləri kökün uzunu uducu səthinin sahəsini artırır. Bəli, kök tükçüyü, yəni əmici tellər vasitəsilə suda həll olunmuş və suyun özü, suda həll olunmuş maddələr və suyun özü sorulur. Bu zaman kök tükçüyündən sorularaq keçir bitkinin kökünə, ötürücü zonasına, sonra ötürücü zonasına, nəhayət gövdə və digər orqanlara
maddələr daşınır, yəni çatdırılır. Kökdükçilərin köməyi ilə torpaqdan sorulan su və suda haplanmış maddələr epidermis, kökün qabıq hüceyrələri və endodermal vasitəsilə kök borucuqlarına ötürülür. İndi dedim bundan əvvəlki cümlədə bu daşınma iki yolla baş verir. Torpaqdan sorulan su və minerallar hüceyrəyə daxil olmadan hüceyrə divarları və hüceyrə arası boşluqlardan keçərək sərbəst daşınır. Bu nə deməkdir? Bu deməkdir ki, tutalım ki, bəzi maddələr suda həllanmış maddələr və ya suyun özü birbaşa hüceyrə keçmədən hüceyrə arası sahələrdən, hüceyrə arası maddələrin hesabına bir hüceyrə arası maddədən digərlərinə ötürülərək keçir, daşınır. Suda həllanmış şəkər və aminoturşlar kimi maddələr isə hüceyrə membranlarını keçərək bir hüceyrədən digərinə ötürülür. Su və mineral maddələr kök borucuqlarına çatdıqdan sonra bitkini yarpaqlarına və digər orqanlara daşımağa davam edir. Bəli. Yəni belə deyək də, suda həllanmış şəkərdir, aminoturşlardır. Bunlar artıq hüceyrəyə daxil olur. Hüceyrədən keçir. Artıq hüceyrəsi maddədən deyil, hüceyrədən keçərək daşınır. Şəkildə burada göstərilibdir. Biz aradan görürüz ki, su və mineral maddələr hüceyrə arası boşluqlara daşınır. Baxın, qırmızı xətlərini göstəribdir. Fikir versəz görərsiniz ki, qırmızı xətlərlə daha aydın müşahidə etmək olur. Buradan qələmi götürüm. Baxın, bu hissəyə baxın. Rəngin qırmızı edək bunu da. Görürsünüz, buradan gəlib hüceyrəyə daxil olmadan hüceyrə arası boşluqlardan keçib kökün qatlarına. Amma mavi xətlə verilən hissədə isə kök düzçüyündən su və mineral maddələr hüceyrəyə ötürülür, hüceyrənin içərisinə daxil olur və hüceyrənin, daha doğrusu kökün ötürücü hissələrinə verilir, çatdırılır. Davam edirik. Köklərin torpaqlardan udduğu su və suda həllanmış maddələr bitkilərin yarpaqlarına, həmçinin digər hissələrinə qislemə boruları vasitəsilə qalxır. Qislemədə daşınma bir istiqamətli olur. Atmosfer təzyiqi və yerin cazibə qüvvəsinin əksinə aşağıdan yuxarı doğru baş verir. Bəli, bilirik ki, atmosfer təzyiqi yuxarıdan aşağı bütün, yəni yer səthində olan istir canlı, istir cansız varlıqlara təsir edir. Həmçinin yerin cazibə qüvvəsi təsir edir. Buna baxmayaraq, qislemə boruları vasitəsilə, yəni şaqli yuxarı istiqamətdə kökdən soyulmuş su və mineral maddələr şaqli aşağıdan, yəni yuxarı istiqamətdə hərəkət edir. Qislemə boruları vasitəsilə hərəkət edir. Təbii ki, bunun da səbəbi, əsas səbəblərinin biri də kök təzyiqidir. Kök təzyiqinin yaranmasına səbəb, indi onu izah edəcəm, nədir? Kök təzyiqinin yaranmasına səbəb nədir? Kökün, yəni əhatə edən torpaqda olan suyun qradiyentinin, yəni su qradiyentinin potensialına görə, bir də ki, kök düzçüyündə olan, yəni kök düzçüylərində olan suyun qradiyenti az olduğuna görə fərq yaranır və burada osmotik təzyiq yaranır. Osmotik təzyiq yarandıqda artıq kök təzyiqi yaranır. Düzdür, kök təzyiqinə təsir edən digər amillər də var. Baxaq, kök sistemi olan bitkilərdə suyun və suda həll olmuş maddələrin yuxarıya hərəkət etməsinə kök təzyiqi, kapilyarlar, yarpaqların sorucu qüvvəsi və transversi təsir göstərir. Bəli. Deməli, bundan əlavə, yəni kök təzyiqindən əlavə suyun yuxarı doğru hərəkət etməsinə əsas səbəblərin biri də kök təzyiqidir, sonra kapilyarlıqdır, sonra yarpaqların sorucu qüvvəsi və transpirasiyadır. Kapilyarlıq nədir onu deyim? Kapilyarlıq su molekullarının bitkidə olan qislemə borularına yapışaraq suyun axınını, yuxarı istiqamətdə axınını təmin etməkdir. Burada artıq hidrogen rabitəsi mühüm rol oynayır. Sonra yarpaqların sorucu qüvvəsi təbii ki, bir də ki, transpirasiya. Transpirasiya zamanı bilirik ki, su buxarlanır, yarpaqdan su buxarlanır. Buxarlanan su artıq yerin bərpa etmək üçün gövdə dağlar kökdən və bu istiqamətdə bitkidə suyun aşağıdan yuxarı hərəkət etməsinə bir nasos kimi rol oynayır.
Sonra kök bitkilərdəki suyun potensialı kökü əhatə edən torpaqdakı su potensialından azdır. Bayaq dedim bunu, bəli. Bu konsentrasiya fərqindən yaranan osmotik təzyiq kök təzyiqi yaradır. Kök təzyiqi torpaqdan suyun kök bitkilərin keçməsinə və qıslayan boruları ilə yuxarı qalxmasına imkan verən hərəkət verici qüvvədir. Bəli. Dediyim kimi, bayaq dedim, yenə deyirəm. Burada artıq kökün kök təzyiqinin suyu qıslama boruları vasitəsilə yuxarı hərəkət etməsinə əsas hərəkət verici qüvvə kimi baxmaq olar. Bəzi ot bitkilərinin gövdəsi eninə kəsildiyi suyun bu kəsilmiş hissədən bir müddət xaricə axması kök təzyiqinin təsiri ilə baş verir. Bəli. Misal üçün, bağda ağaclar budandıqda, hətta şəxsən özüm müşahidə etmişəm ki, ağacı budaqda, yəni qol budaqlarını, yəni əsasən də o lazımsız hissələrini kəsdikdə görürsən ki, həmin hissədən su axır, yəni may axır. Deməli, bu nədir? Kök təzyiqindən yaranan axıntıdır da. Sonra, hava rütubətli, yüksək rütubətli suyun sorulması da sürətli olduqda kök təzyiqinin təsiri ilə yuxarı doğru hərəkət edən su yarpaqlardan damcılar şəklində yayılır. Bəli, bu nə deməkdir? Tutalım ki, belə deyək də, səhərlər ən çox rayon yeri kəndində yaşayan şəxslər daha çox tez müşahidə edir. Səhər tezdən həyətə düşdükdə görürsən ki, otların üstündə damcı şəklində nəsə su var. Artıq bu qutasiya prosesidir. Yəni birbaşa olaraq kök təzyiqinin təsiri altında suyun gövdəyə və yarpaqlara çatdırılır və bu buxarlama olmadığına görə, havada temperatur az olduğuna görə, buxarlama baş vermədiyinə görə birbaşa maya şəklində damcı formasında yarpaqdan ətrafa tökülür. Buna deyirlər qutasiya prosesi. Qutasiya adlanan bu hadisəni yazda səhər tezdən pomidor və çiyələk kimi bitkilərin yarpaqlarının kənarında müşahidə etmək olar. Bəli. Günəş havanı qızdıranda isə yarpaqlarda buxarlama artır və qutasiya dayanır. Bəli, isti havalarda bunu görmək mümkün deyil. Sonra, su molekullarının qıslım divarının səthinə yapışma xüsusiyyəti sayəsində kapillyarlıq hadisəsi müşahidə edilir. Dedim bunu bayaq, bəli. Kapillyarlıq hadisəsi su molekulları bitkinin qıslama borularının divarlarına yapışaraq suyun axıntısının, yəni şərait yaratma axıntısına kömək etmək üçün bir uyğunlaşmadır. Sonra davam edirik. Kök təzyiqi və kapillyarlıq hadisəsi, yəni hündür gövdəli ağacların suyun yuxarı doğru daşımasına əsas deyil, köməkçi amil kimi iştirak edir. Yarpağın mezofil hüceyrələrində fotosintez və buxarlanma zamanı su ikisi nəticəsində osmotik təzyiq artır. Bu zaman yarpaq hüceyrələrinin su potensialı azalır və onlara qonşu hüceyrələrdən qonşu hüceyrələrə isə digər qonşu hüceyrələrdən suyun hərəkəti baş verir. Bu isə yarpağın sorucu qüvvəsinin yaranmasına səbəb olur. Bəli, deyəlim ki, fotosintez zamanı və yaxud da ki, transpirasiya zamanı yarpaq müəyyən qədər suyu buxarlandırdı və yaxud da ki, fotosintez zamanı sudan istifadə etdi. Su azaldı. Su azaldığına görə də burada müəyyən su potensialı da azalmış olur. Su potensialı azaldığına görə də bu qonşu hüceyrədən suyu alır, qonşu hüceyrə digər qonşu hüceyrədən suyu alır və beləcə addım geriyə saysaq, gəlir çıxır gövdə gəlir köklərə, köklər də torpaqda lazım olan suyu və suda hallanmış maddələri soraraq yerini bərpa edir. Buna deyirlər yarpağın sorucu qüvvəsi. Davam edirik. Şəkildə də burada göstərilir ağaclıqlar atmosfer havasından necə keçir, havanın və yaxud da ki, suyun buxarlanması necə göstərilir, hamısı burada bir-bir göstərilibdir. Üstünə çox qalmayacağım. Transpirasiya nə demək? Transpirasiya bitkinin yarpaqlarına açılan ağızlar vasitəsilə suyun buxarlanaraq xaricə, yəni buxar şəklində ətraf mühitə yayılmasıdır. Amma belə bir məsələ də var ki, bu transpirasiya daima müşahidə olunmur. İsti havalar daha çox özünü göstərir. Transpirasiya zamanı bitki həddən artıq istidən qorunur. Əgər daha çox isti olarsa, yəni
ifrat isti olarsa bitkilər artıq transpirasiya prosesi dayanır. Çünki bitki hədsiz dərəcədə su itirə bilər və bu zaman bitki məhv ola bilər. Bunun üçün də transpirasiya zamanı bitkinin daha çox su buxarlandırmaması üçün qarşısını almaq üçün bir uyğunlaşmadır. Göründüyü kimi burada baxın qrafikə fikir versiniz görərsiniz ki, qrafikdə göstərilir ki, transpirasiyanın temperaturuna asılılığı baxın fikir verin zaman keçdikcə artıb. Görürsüz? Artıb, yəni temperatur daha doğrusu böyüdükcə temperatur çoxaldıqca transpirasiyanın sürəti artır və nəhayət müəyyən bir yerə kimi gəlir. Deyəlim ki, bura kimi gəlib və buradan da yavaş-yavaş temperatur artdıqca isə transpirasiyanın sürəti azalır. Dediyim kimi, daha çox su buxarlanmanın qarşısını almaq üçün artıq transpirasiya sürəti zəifləyir. Sonra transpirasiyanın təsir amillər təkcə temperatur deyil. Artıq burada rütubət, sonra işıq, temperaturun özü, sonra küləkli hava və sair kimi amillər işığın ümumiyyətlə transpirasiya sürətinə təsir amillərdir. Misal üçün transpirasiya rütubətdən asılılığı buradakı ikinci qrafikdə olduğu kimidir. Rütubət artdıqca transpirasiyanın sürəti azalır. Fikir verin. Rütubət artdıqca transpirasiyanın sürəti azalır. Çünki rütubətli havada bitki daha transpirasiya etməsinə, yəni ki, suyu buxarlandırmasına ehtiyac olmadığına görə, nisbətən az olduğuna görə rütubətli artdıqca transpirasiyanın sürəti azalmış olur. Bəs küləkli havada transpirasiyanın sürəti necə olur? Küləkli havada transpirasiyanın sürəti artır və müəyyən bir nöqtəyə qədər sonunda dəyişməz sabit olaraq qalır. Fikir versiniz görərsiniz ki, küləkli havada daha çox su buxarlanır. Nəinki yarpaqda, istər digər orqanlarda da, digər ümumiyyətlə hər hansı bir nohurda, göldə və yaxud gölməçədə, qabın içərisində fərqi yoxdur. Küləkli havadırsa, oradakı o su başlayacaq daha tez buxarlanmağa. Fikir versiniz görərsiniz ki, burada transpirasiya artır, müəyyən yerə kimi, sonra stabil olaraq yenə davam edir, artmır da. Bunun səbəbi dediyim kimi də bayaq yuxarıda dediyimizə etdim bunu. İşıq intensivliyi həmçinin küləkli hava olduğu kimidir. Davam edirik dərsə. Burada artıq bir neçə şeyi misal göstərmək istəyirəm. Misal üçün, rütubətli yerdə yaşayan bitkilərin əksəriyyəti daha az su buxarlandırırlar, amma quru yerdə yaşayanlar daha çox su buxarlandırırlar. Buna görə misal üçün, rütubətli yerdə bitənlərə deyilir, rütubətli yerdə bitən bitkilərə hidrofitlər deyilir. Hidrofitlər suya çox uyğunlaşan bitkilərdir. Kserofitlər isə bunlara deyilir sudan az istifadə edən, yəni suya tələbatına görə daha az olan bitkilərdir. Mezofitlər isə orta mövqedə tutan bitkilərdir. Sonra bitkilərin fotosintez məhsullarının daşınması. Fotosintez məhsulları bilirik ki, yəni üzü maddə əsasında qlükoza və nişasta, saxaroza bu kimi maddələrdir. Bunlar yarpaqda əsasən, yəni bitkinin cavan gövdəsində və yarpaqda əsasən əmələ gəlir və bu zaman bitkinin flema borları, yəni borcuqları vasitəsilə hərəkət edərək gövdənin digər qatlarına və yaxud da ki, çiçəyə, meyvəyə, digər orqanlara axıdlaraq gedir. Bu isə iki istiqamətlidir. Və yaxud dediyim kimi, flema borularında hərəkət edən maddələr bir istiqamətli olur, amma flema borularında hərəkət edən maddələr yəni iki istiqamətli olur. Nəyə görə iki istiqamətli olur? Çünki misal üçün, yarpaqdan da gələn üzlü maddələr toplanır kökə, gövdəyə, meyvəyə və sonradan istifadə olunduqda qayıdır yenə digər orqanlara. Ona görə iki istiqamətli olaraq adlandırılır. Həm də bunlarda daşınma nisbətən yavaş olur, daha gec baş verir.
Davam edir dərsimizə. Üzüm maddənin sintezi olduğu yarpaq kimi orqanlardakı hüceyrələr mənbə hüceyrələr deyilir. Bəli, əgər burada üzüm maddə sintezi olunsa, təbii ki, bura mənbə olmalıdır. Məsələn, yarpaq mezofili hüceyrələri qlukoza mənbəyidir. Üzüm maddələrin istifadə edildiyi və ehtiyat halında saxlandığı köklər və meyvələr kimi orqanlardakı hüceyrələr isə hovuz hüceyrələrdir. Yəni, belə deyək də, ehtiyatda saxlanırsa bir anbar rolunu oynayırsa, artıq burada hovuz hüceyrələri adlanır. Misal vakuollarda, meyvələrin hüceyrələr hissəsində üzüm maddələr, qidalı üzüm maddələri nə olur? Hovuz rolunu oynayır. Fikir versiniz görərsiniz ki, baş şəklə fikir verin. Sklema boruları vasitəsilə su, baxın, görürsünüz, aşağıdan yuxarı hərəkət edir. Oxu istiqamətə verilibdir. Flema borularında isə yuxarıdan aşağı hərəkət edir. Düzdür, bunlar arasında bir əlaqə var. Flema borularla sklema boruları arasında çox kiçik bir əlaqə var. Amma daha çox flema boruları vasitəsilə üzüm maddələr, yarpaqdan gəlmiş üzüm maddələr, sklema boruları və yəni oduncaq boruları vasitəsilə isə H2O, yəni su və ya suda həll olunmuş üzüm maddələr və yaxud da ki, suda həll olunmuş mineral maddələr hərəkət edə bilir. Öyrəndiklərinizi tətbiq edin bölməsində sonlara baxaq. Qabıq halqası çıxarılan kiləpəli ağac gövdəsinin bir hissəsi şəklində göstərilmişdir. Qabıq halqasının çıxarılması ötürücü toxumalardan bir qrupuna təsir etsə də digərinə heç bir zərəri yoxdur. Şəkildə hansı verib burada görürəm bu hissədə bəli qabıq çıxarılıb, amma deyir ki, birində təsir var, digərinə yoxdur. Sizcə qabıq halqasının çıxarılmasının üst və alt budağa hansı təsiri olacaq? Fikrinizi əsaslandırın. Bax, birinci, bilirik ki, flema boruları bitkinin qabıq qatında yerləşir. Yarpaqlardan gələn üzüm maddələr qabıq qatında olan borular vasitəsilə yuxarıdan aşağı hərəkət edir. Əgər bu hissəni bir çıxarsaq, nə baş verər? Təbii ki, aşağı hissəyə, yəni alt hissəyə, o çıxarılmış hissənin altında olan hissəyə göstərin burada. Yəni bu hissəyə daha az, hətta demək olar ki, getməyəcək. Az yox, hətta demək olar ki, üzüm ota getməyəcək deyə bitki orqanizmi üçün zərərlidir. Sonra ikincisinə baxaq. Meşə və parklarda, ağaclarda belə zədələnmələrin olması xüsusilə hansı fəsildə bitkilər üçün daha təhlükəlidir? Əsasən yaz vaxtı şiir hərəkətinin başlandığı anda və bitkilər daha çox fotosintez etdiyi anda, yazdan başlayırsa bu aylarda daha çox təhlükəlidir, bitki orqanizmi üçün təhlükəlidir. Çünki qida maddələri digər orqanlara, yəni o kəsik olan hissədən aşağı getməyəcək deyə, ona görə bu baxımdan təhlükəlidir. Öyrəndiklərinizi yoxlayın bölməsinə baxırıq. Bitki hansı habitatda yaşayırsa yaşasın, ətraf mühitdən suyu qəbul etmək üçün kökün osmotik təzyiqi torpaqdakı osmotik təzyiqdən yüksək olmalıdır. Fikri doğrudurmu, nə üçün? Bəli, doğrudur. Doğrudur. Çünki baxsaq əgər bura, yəni göstərim, bunu çıxardım. Doğrudur, bəli, deyişi doğrudur. Çünki su osmoz yolu həmişə aşağı osmotik təzyiqdən yuxarı osmotik təzyiqə doğru hərəkət edir. Əgər torpaqdakı suyun osmotik təzyiqi az olarsa, kökün və hüceyrələrin osmotik təzyiqi çox olmalıdır ki, belə deyək də, burada bitki daha çox qidanla bilsin və ya torpaqda su və suda havalanmış maddələri qəbul edə bilsin.
İkinci sual sualı. Sizcə ilin soyuq fəsillərində bitkidə madələrin daşınması, zəifləməsi səbəbi nədir? Çünki soyuq fəsillərdə e, ona görə havalar soyuduğuna görə bu müşahidə olunur, zəif daha müşahidə olunur. Bitki daha az qidalanır, daha az fotosintez edir, daha az transformasiya prosesi baş verir. Maddələrin daşınması da buna görədir. Metabolizm zəifləyir, maddələrin badası zəifləyir və buna görə daşınma da zəif olur. Üçüncü sual deyir ki, fotosintez məhsulları ksilin borulara niyə daşınmır? Fotosintez məhsulları əvvəlcə bilirik ki, floema borulara daşınır, ksilin borulara daşınmır. Əmdən gələn glukoza, saxaroza bu ancaq daşınır haradan floema borularıyla. Səbəbi odur ki, ksilemada ölü hüceyrələr var, amma floemada canlı hüceyrələr vardır. Bunlar enerji tələb etmirlər heç vaxt. Ümumiyyətlə, floema boruları vasitəsilə yarpaqda əmələ gəlmiş üzüm maddələr daşınır, əl-kim deşiyində digər orqanlara ötürülə bilir. Yəni bir orqandan digər orqana keçə bilir. Çünki bunlar canlı hüceyrələrdir. Amma digərlərində isə, misal ksilen borularında isə bunlar ölü hüceyrələrdir. Bunlarda artıq heç bir daşınma, yəni heç bir keçirdiliyi, membran keçirdiliyi olmadığına görə proses buradan getməsi mümkün deyil. Yəni üzüm maddələrin bu borular vasitəsilə, yəni ksilen boruları vasitəsilə hərəkət etməsi qeyri-mümkündür. Dördüncü suala baxaq. Necə fikirləşirsiniz? Bitkilər niyə fotosintezində əmələ gələn maddələri hovuz adlandırırlar? Həmin istilər orqanlara daşımalıdırlar. Çünki hovuz adlanan hissə üzü maddələr, yəni yarpaqlarda əmələ gələn üzü maddələrin daşındığı bir yerdir. Elə bir ambardır. Onların, yəni üzü maddələrin daşındığı yer ehtiyat qida maddə toplanan yerdir. Meyvələrdir, köklərdir. Məsələn, bəzi bitkinin köklərində, məsələn, meyvələrdə, çiçəkdə, toxumda və s. kimi. Ona görə də bunlar hovuz adlandırılan hissələrə, orqanlara daşınması mütləqdir. Çünki üzüm maddələr ehtiyatla toplanmalıdır. Sonradan bitki həmin o üzüm maddədən qida kimi, məsələn, toxum düzələr zamanı ehtiyat qida maddəsindən istifadə etməlidir. Həmçinin meyvə o formada köklərdə bitkiyə lazım olan qida maddələr toplanılmalıdır və s. Növbəti dərslərdə görüşənə qədər sağ olun.